Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün 11-12-ci əsr intibah mədəniyyəti haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. İlk öncə belə bir məlumatı izah etmək istəyirəm ki, intibah mədəniyyəti sözünün mənası, yəni ən çox inkişaf etmiş dövrün mədəniyyəti, mədəniyyətin çiçəklənmə dövrü hesab olunurdu. Avropada 14-17-ci əsrlər dövrünü, Azərbaycanda isə 11-12-ci əsrlər dövrünü intibah mədəniyyəti təşkil etmişdir. Belə ki, biz bilirik ki, Ərəb Ağalığı dövründə Azərbaycanın mədəniyyətində, memarlıq sahələrində ən çox müəyyən qədər dəyişiklik baş verdi. Belə ki, İslam dininin qəbul edilməsi ilə Azərbaycanda da ərəblərdə olduğu kimi türbələr, mədrəsələr, məscidlər, minarələr inşa olunmağa başladı. Təbii ki, bu saydıqlarım bu memarlıq abidələrinin bir qismi idi. Bu öz təsirini Azərbaycana da göstərmişdi. Daha sonraki dövrdə isə müstəqil feodal dövlətlərin yaranması, ardınca Azərbaycanın Səlcuqların asılılığı altına düşməsi, Atabəylər dövləti və bu dövr xüsusiyyətlərini biz sayanda artıq görəcəyik ki, mədəniyyətimizdə nə qədər inkişaf baş verdiyinin şahidi oluruq. Burada ilk öncə vurğulamaq istəyirəm ki, intibah mədəniyyəti dövründə Azərbaycanda bir sıra şəhərlər xüsusi sənətkarlıq və ticarət şəhərlərinə çevrildi və burada bir çox sayda memarlıq abidələri inşa edildi. Gəncədə, Şamaxıda, Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Dərbənddə biz bunları söyləyə bilərik. 11-12-ci əsrlər dövrünün elm sahəsi ilə bağlı məlumat vermək istəyirəm ki, artıq Azərbaycanda mədrəsələr fəaliyyət göstərirdi və bu mədrəsələrin tərkibində məktəblər var idi. Bu məktəblərdə artıq şagirdlər təhsil almağı bacarırdılar. Belə ki, burada şagirdlərə Quran kitabı öyrədilirdi əsas dərs vəsaiti olaraq. Ardınca isə Quran kitabı ilə yanaşı təbabət elmi, astronomiya, tarix, fəlsəfə və digər təbiət elmləri ilə bağlı məlumatlar şagirdlərə verilirdi. Bu cür mədrəsələri bitirən şagirdlər daha sonra digər ərazilərə, digər ölkələrin və şəhərlərin ərazisinə gedərək öz təhsil səviyyələrini daha da artıra bilirdilər və ixtisaslaşırlar, mütəxəssis vəzifəsində artıq ola bilirdilər. Bu dövrdə bir sıra şəxslərin adlarını çəkmək istəyirəm ki, Məhki Əl-Bərdəyi bu dövrün tanınmış astronom alimlərindən biri hesab olunurdu. Daha sonra Bəhməlyar İbn Sina adlı alimin bilirik ki, onun şagirdi idi. Belə ki, İbn Sina Bəhməlyar haqqında fikir söyləyərkən belə bir fikir ifadə etmişdi ki, Bəhməlyar mənə oğuldan daha artıq istəklidir. Çünki Bəhməlyar bu hörməti qazana bilmişdi İbn Sinanın yanında və Bəhməlyar bu dövrün filosofu hesab olunurdu. Eynən İbn Sina kimi fəlsəfəyə aid əsərləri, qiymətli əsərləri vardır. Eynəlqüzzət Miyanəçi də eyni zamanda filosof hesab olunurdu və o bəzi dini görüşlərinə görə, fikirlərinə görə 32 yaşında olarkən ruhanilər tərəfindən qətlə yetirilmişdi. Bu dövrün məşhur dilçilərindən biri Xətib Təbrizidir ki, Xətib Təbrizi adlı şəxs dilçi və ədəbiyyatşünas alim kimi tanınmışdır. O, Suriyada təhsil almış, Bağdaddakı Nizamiye mədrəsəsində 40 il dərs vermişdir və dövrün tanınmış bir çox əsərlərinin müəllifi olmuşdur. Bundan başqa bu dövrün məşhur astronomlarından biri 12-ci əsr astronomu Fazil Fəriddi Şirvaninin adını çəkmək istəyirəm. O, ömrünün 30 ilini astronomiya elminə həsr etmişdi və onun qiymətli əsərləri vardı. Eyni zamanda ulduz cədvəlini belə tərtib etmişdi. Bu dövrün memarları içərisində Memar Əcəmi, daha sonra Məsud Davudoğlu, İbrahim Osmanoğlu'nun adlarını çəkmək olar. Memar Əcəmi Naxçıvan memarlıq məktəbini yaradan şəxs hesab olunur ki, Naxçıvanda bir çox sayda inşa edilmiş türbələrin, məscidlərin məhz adı Memar Əcəminin adı ilə bağlıdır. Bundan başqa Məsud Davudoğlu'nun adını qeyd etmişəm. Məsud Davudoğlu Qız qalasını inşa edən memar hesab olunur və İbrahim Osmanoğlu isə ötən dəfəki dərslərimizdə söylədiyim kimi Gəncənin Qoşa qala qapılarının əsl müəllifi, ustası olan dəmirçi İbrahim Osmanoğlu olmuşdur. Daha sonra 11-ci əsr memarlıq abidələri içərisində 1078-1079-cu illərdə inşa edilmiş Bakıda Sınıxqala məscidini söyləmək olar. Bakı Sınıxqala məscidi Bakı şəhər rəisi Məhəmmədin əmri ilə inşa edilmişdir və dövrümüzə qədər qalıqları gəlib çatmağa davam edir.
Ərdəbildə Cümə məscidi, o da 11-ci əsr dövrünün memarlıq abidəsidir və belə bir məlumatı qeyd edim ki, sizin üçün Azərbaycan tarixində yalnız Ərdəbildə yox, bir çox ərazilərdə Cümə məscidləri olmuşdur. Yəni biz bundan öncəki dövrdə də Şamaxıda Cümə məscidi 8-ci əsr dövründə olduğu haqqında məlumat əldə etmişdik. Bundan başqa 11-ci əsr dövrünün memarlıq abidələri içərisində Xudafərin körpüsünü adını qeyd edə bilərik. 1027-ci ildə Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə inşa edilmişdi və 1063-cü ildə biraz öncə söylədiyim Gəncənin Qoşaqala qapıları Əbülaslar Şahlının hakimiyyəti dövründə usta dəmirçi İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. İndi sizin üçün 12-ci əsr müdafiə tikililəri haqqında məlumat vermək istəyirəm ki, düşmən hücumu zamanı düşmənə qarşı müqavimət göstərə biləcəkləri qalalar hansılar idi? Bakıda Qız qalası inşa edilmişdi 12-ci əsrdə müdafiə tikilisi hesab olunurdu. Şamaxıda Gülüstan qalası da bu sıraya daxildir. Ağsu çayı sahilində inşa edilmiş Buğurt qalası və Bakıda Mərdəkan ərazisində yerləşən Mərdəkan qalası, hansı ki bu 4 künc qalaya biz bunu deyəcəyik ki, 12-ci əsr dövrünün memarlıq abidəsidir. Çünki bəzən şagirdlər qarışdırırlar. Çünki bundan sonraki dövrdə mən indi sizlər üçün 13-14-cü əsr mədəniyyəti haqqında məlumat verərkən orada da Mərdəkan qalasının adına rast gələcəyik. Lakin bunlar ikisi bir-birindən fərqlidir. Belə ki, 11-12-ci əsrlər dövrünün Mərdəkan qalası 4 künc formada olduğu halda 13-14-cü əsrlərin Mərdəkan qalası dairəvi formada inşa edilmişdi. Saydığım 4 dənə qala müdafiə tikilisi də 12-ci əsr dövründə inşa edilmişdi. Daha sonra Naxçıvan Memarlıq Məktəbinin nümunələri, hansı ki Memar Əcəmi tərəfindən inşa edilənlər, Yusif İbn Hüseyr türbəsi, Möminə Xatun türbəsi, Qoşa Minarə, Darülmülk, yəni Eldənizlər sarayı, Atabəylər sarayı və Cümə məscidi. Baxın, burada da artıq biz görürük ki, 12-ci əsr dövründə deməli Naxçıvanda da Cümə məscidinin inşa olduğuna şahid oluruq və bütün bu qeyd etdiyim 5 dənə memarlıq abidəsinin hər biri məhz Memar Əcəmi tərəfindən inşa edilmişdir. Daha sonra Naxçıvan üslubunda bir sıra abidələr inşa olunmuşdur. Hansı ki, Naxçıvanın Memarlıq Məktəbinin nümunələri üslubunda inşa olunan memarlıq abidələri deyirik. Bunlar hansılardır? Naxçıvanda, daha doğrusu üzr istəyirəm, Marağada Göy günbəz, Urmiyada 3 günbəz, Culfada bir sıra sərdabələr, hətta deyə bilərik ki, Culfada Əlincə çay xanəgahı da burada Naxçıvan Memarlıq Məktəbi üslubunda inşa olunanlar sırasına daxildir. Daha sonra bu dövrün ədəbiyyat sahəsinə gəldikdə bir sıra şairlərin, alimlərin adlarını çəkə bilərik. Nizami Gəncəvi, Qətran Təbrizi, Xaqani Şirvani, Əbül-Üla Gəncəvi, daha sonra Qivami Gəncəvi, Məhsəti Gəncəvi və bir sıra şəxsiyyətlərin burada adını artırmaq olar. Əsas verəcəyimiz məlumat Nizami Gəncəvi və bu digərləri haqqındadır ki, Nizami Gəncəvinin bilirik ki, 5-lik poeması vardır, Xəmsə adlanırdı. Onun tərkibində Sirlər Xəzinəsi, Yeddi Gözəl, Xosrov və Şirin, İskəndərnamə deməli poemaları yer alır və burada biz deyəcəyik ki, Nizami Gəncəvinin, yəni tarixlə bağlı əlaqəsinə gəldikdə Atabey hökmdarı Qızıl Arslan tərəfindən Nizami Gəncəviyə Həmdünya adlı bir kənd bağışlanmışdır. Qətran Təbrizi 11-12-ci əsrlər dövrünün məşhur şairlərindən biri hesab olunur. Qətran Təbrizini hətta biz adına rast gəlmişdik. Şəddadilər dövlətinin keçən zaman, Rəvadilər dövlətinin keçən zaman, belə ki, 1042-ci ildə Təbrizdə zəlzələ baş verərkən bu Təbriz zəlzələsi haqqında məlumat verənlərdən biri də məhz Qətran Təbrizi idi. Şəddadilər dövlətinin keçən zaman isə belə bir məlumata rast gəldik ki, deməli, Şəddadi hökmdarı 2-ci Ləşkəri adlı şəxs məhz Qətran Təbrizi tərəfindən onun öz əsərində, qəsidəsində Arran Şah deyə adlandırılmışdı. Və burada Xaqani Şirvani, bu da Əfsələddin Xaqani Şirvani ədəbiyyat sahəsində yenilik gətirilmiş şəxsiyyət hesab olunur. İlk dəfə Azərbaycan ədəbiyyatına ilk poemanı daxil etmiş şəxs hesab olunur. Məhsəti Gəncəvin də bir sıra rübailər müəllifidir, onun da bir sıra poemalarını söyləmək olar. Danışıqlarımın hər biri intibah mədəniyyət dövrünə aid olan xüsusiyyətlərimiz idi, memarlıq və elm, ədəbiyyat sahəsi olan xüsusiyyətləri izah etdim. Növbəti dərslərimizdə yenidən görüşənədək sağ olun.